Salam hörmətli izləyicilərim. Bugün toxuduğum naxış çox həm asan, həm də çox gözəl bir naxışdır. Bunun üçün də bu naxışdan jilet, jaket, papaq, uşaq adyalına, svitrə nə istəsəniz toxuya bilərsiniz. Sapındakı yenə 100 qramlıq 350 metrəlik bir sapdır. Rezinka hissəsini mən belə tərs toxumuşam. Siz necə istəyirsiniz elə də toxuya bilərsiniz. Sapı da milin üstünə 2-2 yığıram, cüt ilmələrlə toxunan bir naxışdır. İndi bunun üçün mən belə bir sapımı götürəcəm. Milimin üstə yığacam qısa formada. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək. 16 ilmək bəsdir bu naxışı toxumaq üçün. İndi buradan bir düyün atıram, açılmasın. Buradan da kəsirəm sapı. İndi mən burada rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyacağım. Bura düz üzüdür. Düz üzdən birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. Düz üzündən, düz üzüdür bura. Axırıncı ilməkdə, kənar ilməkdə onu da tərs toxuyuram. Tərs üzdən də hamısını tərs toxuyuram. Birinci ilməni toxumuram, qalan ilməkləri hamısını tərs toxuyuram. İndi bura düz üzdür. Düz üzdən indi birinci kənar ilməyi alıram. Sonra burada bir artırma edirəm. Buradan 2 ilməyi alıb ikisindən bir ilmək çıxardıram. Birini artırıb yenə bir dəfə çıxardıram. Elə bil 4 ilmək, 2 ilməkdən 4 ilmək olur. Yenə birini artırıram. Yenə 2 ilməkdən birini çıxardıram. Birini artırdım. Yenə bir dəfə də çıxardıram. Birini artırıram. Sonra 2 ilməkdən 3 ilmək çıxardıram. Bir artırdım. Bir ilmək çıxardım. Bir artırdım yenə. Yenə bir ilmək çıxardım. Yenə birini artırdım. Arada 2 ilməkdən birini çıxardıram. Bir artırma eləyib bir dəfə də çıxardıram. Yenə birini artırdım. 2 ilməkdən birini çıxardım. Birini artırdım. Yenə bir ilmək çıxardım. Yenə birini artırdım. Bir ilmək çıxardım 2 ilməkdən. Yenə bir artırma eləyib bir ilmək də çıxardıram. Yenə birini artırdım. 2 ilməkdən birini çıxardıram. Bir artırma eləyib bir dəfə də çıxarıram. Kənarı da tərs toxudum.
İndi ters yüzdən kənar ilməyi götürdüm. Burada 2 ilməkdən 4 ilmək olmuşdu. Bunları indi biz 2-1-2-1 kəsirik. 2 ilməkdən 1, 2 ilməkdən də 1. Yəni 2 ilmək oldu yenə əvvəlki kimi. Yenə buradan 2 ilməkdən 1, yenə 2 ilməkdən 1. İlməkləri əvvəlki sayına gətirdim. Axıra qədər hamısını bu formada toxuyuram. İkisindən 1, ikisindən də 1. Yenə 2-dən 1, burada da ikisi qalıb, o ikisində 1. Kənarı da tərs toxuyuram. Belə bu formada. İndi burada bu sırada yerini dəyişirik. Burada ikisindən bir buradan artırma eləmişdim. İndi burada 1 ilmək toxuyuram. Sonra artırma eləyirəm. 2 ilməkdən yenə birini çıxardıb, birini artırıb, yenə də birini çıxardıram. Burada artıq heç bir dəyişiklik olmur. Təkcə birinci ilməni düz toxuyuruq. Qalan ilməkləri olduğu kimi toxuyuruq, əvvəlki kimi. Yəni birini artırıb, 2 ilməkdən birini çıxardıram. Yenə bir artırma eləyib, bir dəfə də çıxardıram. Yenə birini artırdım, 2 ilməkdən birini çıxardım. Yenə bir artırma eləyib, 2 ilməyin içindən bir dəfə də çıxardım. Yəni bir artırma elədim, 2 ilməkdən birini çıxardım. Yenə bir artırma eləyib, bir dəfə də çıxardım. Bu başda bir ilməyi götürmüşdük deyə, bu başda da bir ilmək qalır. Bu ilməyi də toxuyuram. Kənarı da tərs toxudum. Arxa üzdən yenə əvvəlki kimi kənarı götürürəm. O yüzden düz olan ilməni bu yüzden tərs toxudum. Bu qalan ilməkləri də yenə ikisindən 1, ikisindən 1, 2-2 artırırıq. 2-1, 2-1 kəsirik ilməkləri. Əvvəlki sayına gətirmək üçün. Yenə də bu ilməni təkdə olduğuna görə toxudum. Kənarı da tərs toxudum. Bu formada belə bir naxışa alınır. Bu əvvəl toxuduğumdur. Bu da indi. İndi burada yenə birinci sırada necə başlamışdıqsa, birinci artırma eləyib sonra başlayırıq. Bir sırada hələ başlayırıq, bir sırada belə. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.